buna inanmaq məcburiyyətindədirlər. Denən niyə? Denən. Niyə? Cavab odur ki, çünki buna inanmasa məzhəb dağılacaq. Çünki məzhəb bunun üzərində qurulub. Sahabələrə təni etmək. Aydındır. Yəni Şiə məzhəbini götür. Nəyin üzərində qurulub? Ki Allah Rasulü vəfat elədi. Hər şey buradan başlayır. Hər şeyin kökü budur. Allah Rasulü aleyhissalatü vesselam vəfat elədi. 5-6 sahabədən başqa, bunda da ixtilaf ediblər ha. Görürsən orada 3 sahabə olub, 4 sahabə olub, yoxsa 7 sahabə. Yəni ondan o yana keçmir. Bütün ümmət dindən dönüb. Sən necə bunu məntiqə sıxışdırırsan ki, təsəvvürlə 2 gün bundan qabaq öz canı ilə Allah yolunda cihad edən adam, yəni Allahın dini üçün canından keçməyə hazırdır da. Bunlar döyüşə çıxırdılar. Qaydan qayıdırdı, qayıtmayan qayıtmırdı. Bu dünyada insanın canından ona şirin bir şey var? Yoxdur. Öz canını Allahın dini uğrunda verməyə hazır və verən adamlar hansısa dünya mənfəətinə görə dindən döndülər. Bəs 2 gün bundan qabaq nə üçün Allahın dini üçün canından keçirdi? Ona görə hər şey buradan başlayır. Ki bu müqəddiməni ki qoyublar, ki Allah Resulü aleyhissalatü vesselam vəfat elədi, 5-6 nəfərdən başqa hamısı dindən döndü. Ondan sonra başlayır Şiə məzhəbi. İndi bunu deməsə, qardaş deyir, buna inanırlar. Ona görə dedim ki, soruşun niyə? Çünki buna inanmasa məzhəb yoxdur. Yəni Şiə məzhəbi yoxdur. Demirəm ha, Şiə məzhəbi dağıldı. Məzhəb yoxdur. Yoxa çıxır yəni. Ona görə bu məzhəbi saxlamaq üçün bu məcburdur ki, buna inansın. Ona görə Şiə alimlərindən kimlər ki, məsələn, Fəzlullah olub, indi müasirlərdən var, Kəmal Heydəri falan, Şiə alimlərindən kimlər ki, deyiblər, hə, bu şeylər yalandır falan, qardaş deyir, hə, yəni buna inanırlar. Hansı Şiə alimləri ki, bu şeylərə inanmayıblar, bir də hallarına fikir ver, ya tövbə edib sünnə olublar, tövbə ediblər, başqa yolu yoxdur. Ya da qalıblarsa da, demək olar qaldıqları şiəlik bildiyimiz şiəlik deyil. Və Allah müvəffəq eləsə tövbə eləyəcək. Bu cür ağılda adam bu məzhəbdə qala bilməz. Çünki bu məzhəb və ağıl bir-birinə ziddir. Səndə ağıl varsa, sən mümkündür bu məzhəbdə qalasan. Ona görə İbn Teymiyyə rahmetullah Minhəc-ü-Sünnədə şiələri vəsf edəndə əsasən 2 vəsfi gətirir. Deyir, bir həm sadiqlikdən, doğruluqdan uzaqdılar. Yalan rəvayətlər, yalan hekayələr. Yalanı Şeyxülislam rahmetullah nə deyir? Deyir, yalanı, biri var fikir verin, biri var adam yalan danışa, bir də var adam yalanı özünə din edə.